Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve sahbihi ve men istenne bi sünneti ilə yevmiddin. Əmmə bəd. Mən də salamlayıram bütün qonaqları, ağsaqqalları, hər kəsi. Allahın bizə öyrətdiyi salamla Esselamu aleykum və rahmetullahi və barakatuhu. Sonra elhamdülillah xeyir məclisində cəm olmuşuq. Xeyirdir, həmişə qeyd edirik, ona görə ki xeyirdir. Bu məclisdə halallar cəm olub, haramlar uzaqlaşdırılıb. Elhamdülillah. Bu, hər iki tərəf üçün, Əlverdi əmi üçün, həmçinin Rasim qardaşımız üçün böyük bir uğurdur Allahdan. Niyə görə? Çünki halal məclis eləmək hər adama nəsib olmur. Allah Teala halal məclisi hər insana nəsib eləmir. Bu neymətdir, böyük bir uğurdur. Buna görə Allah'a şükür eləmək lazımdır. Allah Teala buyurur ki: وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Sizdə olan hər bir nemət Allahdandır. Elhamdülillah Allah nəsib eləyib qardaşlara belə halal məclisi eləmək. Elhamdülillah danışırıq, zikirlə başlamışıq, dualar eləyirik, xeyir dualar eləyirik. Lakin xeyir duaları haramla eləmirik. Məsələn, bəzən görürsən insanlar, təbii ki bu bir növ, yəni nəfsdən irəli gəlir. Məsələn, insan balaca bir şüşəni götürür, içində haram. Deyir ki, Allah səni xoşbəxt eləsin, Allah belə eləsin. Bu düz gəlmir axı. Yəni, Allah səni haram eləyib içkini, sən onu götürürsən, deyirsən ki, Allah sənə kömək olsun. Olmur axı, belə olmur. Burada bərəkət olmaz. Bərəkət halaldadır. Bərəkət Allahın dediyindədir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə hər şey öyrətdiyi kimi dəyərli cəmaatımız, evlənən insan üçün nə deməliyik, hansı duanı etməliyik, onu da öyrədib. Peyğəmbər sallallahu aleyhi və səlləm yeni evlilikdə evlənənlər üçün deyərdi ki, Barakallahu ləkə, Allah sənə bərəkət versin. Və barakə aleykə, Allahın bərəkəti sənin üzərində olsun. Və cəməə beynəkumə fi xayr, sizin hər ikinizi, yəni qızla oğlanı, hər ikinizi xeyir, bərəkət üzərində cəm eləsin. Fikir versən, bundan yaxşı dua ola bilməz. Dualar çoxdur. Məsələn, ağsaqqallar dua eləyir, ağbirsəklər dua eləyir, ata-ana dua eləyir. Hamısı gözəldir. Amma Allah Resulü sallallahu aleyhi və səlləmin öyrətdiyi daha gözəldir. Biz bu duanı eləyirik qardaşımız üçün, həmçinin bacımız üçün. Allah onlara bərəkət versin. Allahın bərəkəti onların üzərinə, qurduqları bu ailənin üzərinə olsun. Onlar harda olsalar Allah bərəkətini onlarla etsin. Allah Teala onlara bu evlilikdən xeyirli, bərəkətli, faydalı, əməli salih, vətənini, millətini, dinini sevən evlatlar nəsib eləsin. Və sonra elhamdülillah hər bir evlənən gənclər, cütlük əsas istədiyi nədir? Əsas istədiyi odur ki, onlar saadət içərisində olsunlar, xoşbəxtlik içərisində olsunlar. Lakin bəzi adamlar bu saadəti, bu xoşbəxtçiliyi düz ünvanda axtarmırlar. Məsələn, bəziləri axtarır harda? Çoxlu pulda. Elə fikirləşirlər ki, məsələn, oğlanın çoxlu pulu olsa, məsələn, qızı ona versək, əladır, hər şey yaxşı olacaq. Bu səhvdir. Niyə görə? Çünki əsas pul deyil. Necə məsələn, ağsaqqallar da həmişə deyir, bizə öyrədiblər valideynlərimiz, böyüklərimiz. Deyirlər ki, gərək insan olasan. Əsas insan olmaq lazımdır. Əsas, necə deyirlər, ədalətli olmaq lazımdır. Məsələn, bir adamın çoxlu pulu var. Amma məsələn, apardığı yoldaşına zülm eləyir. O pul sənin gözündən düşəcək. Bəzilər də məsələn, geniş evdə fikirləşir. Fikirləşir ki, məsələn, oğlanın yaxşı hündür evi olsa, geniş evi olsa və ya əsil nəsəbi hörmətli olsa, mən onunla qohum olsam, onda yaxşı olacaq. Vallahi bu da deyil. Bu deyil. Və ya məsələn, oğlanın yaxşı iş yeri olmalıdır. Bahalı miniyi olmalıdır ki, mən ona qız verim. Baxaq görək bizim dinimiz bu şeyə bir qayda qoyub yoxsa yox? Qoyub. Muhammed sallallahu aleyhi ve sellem
evlənəndə məsləhət görüb ki, necə adamla evlənin. Məsələn, bir adam qızını necə adama verməlidir, bir oğlan necə qadın almalıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qapınıza qızınız üçün imanından və dinindən razı qaldığınız bir adam gəlsə, verin qızı getsin. Əgər verməsəz, yerdə də, göydə də fəsad törədərsiniz. Bu belə, bu oğlan tərəfdən. Oğlandan sənə nə lazımdır? İman və əxlaq, ədəb. Qızdan nə lazımdır? Qız tərəfdən Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qadınla evlənəndə 4 dənə şeyə görə evlənin. 4 dənə şeyə görə. İman, mal, mülk, əsil nəsəb, bir də gözəllik. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən sizə məsləhət görürəm, imanı olana üstünlüyü verəsiz. Dini olan, dindar olan, pulu da dedi, əsil nəsəbi də dedi, gözəlliyi də dedi, amma dedi ki, ən yaxşısı hansıdır? İmanı olan, dini olan, dindar olan, Allahdan qorxan. Təsəvvür eləyin, salihə bir qadın üçün Muhammed sallallahu aleyhi ve sellem nə deyir? Deyir ki, o qadın ki, 5 vaxt namazını qılsa, Ramazan ayında oruç tutsa, öz ismətini qorusa, cənnətin hansı qapısından istəyirsən, daxil ol deyiləcək ona. Təsəvvür eləyin, necə Allah Teala asanlaşdırıb. Şəriət yəni hər şeyə qayda qoyub. Hər şeyə qayda qoyub. Oğlan necə olmalıdır? Müsəlman oğlan, mömin oğlan, həmçinin qız. Əsas imandır, vallahi. Ola bilər bir oğlanın yaxşı maaşı var, geniş evləri var, yaxşı əsil nəsəbdəndir, bahalı miniyi var. Amma aparıb məsələn sənin qızıva zülm eləsə, deyəcəksən ki, kaş ki ona verməzdim. Deməli, əsas nədir? Əsas o deyil. Xoşbəxtçilik, saadət Allah və Rasulun dediyindədir. Məsələn, bərəkətli ev, hansı evdir? İslam onu bizə öyrədib. Bərəkətli o evdir ki, o evdə Allah çox danışılır. Allahdan çox zikr olunur. Allah çox anılır o evdə. Bərəkətsiz ev hansıdır? Allah orada danışılmır. Allahdan danışılanda insanların ürəyi sıxılır. Məsələn, elə adam var ki, məsələn, televizorda azan verilir, deyir, dur onu söndür, onu xodun al. Bu evdə bərəkət ola bilər. Ola bilər, sən namaz qılmırsan. Amma ona hörmət eləməlisən axı. Allah Teala deyir ki, Quran-ı Kərimdə, Zəlikə və mən yuazzim şəairallah fə innəhə min təqvəl qulub. Bu ona görədir ki, kim Allahın şuarlarına, Allahın əmri qadağalarına, Allahın zikrinə hörmət eləsə, bu onun qəlbindəki Allaha bağlılıqdan, Allahdan qorxmağından irəli gəlir. Əsas budur. Evlərimizi biz hər birimiz xeyir üzərində, bərəkət üzərində, Allaha bağlılıq üzərində, Allahın zikri üzərində qursaq, onda bərəkət olur. İslam alimlər deyirlər ki, evin bərəkəti əsas 2 dənə şeydədir. Birincisi, evə girəndə, daxil olanda deyirsən ki, Bismillah, Allahın adı ilə. İkincisi, evə daxil olandan sonra deyirsən ki, Əssəlamu aleykum və rəhmətullahi və barakatuhu. Yəni, Allahın sizə salamatlığı olsun, bərəkəti olsun və rəhməti olsun. Bəzən insanlar cahilliyindən, məsələn, biz bir-birimizə qardaşla salam aleykum deyəndə ki, Əssəlamu aleykum və rəhmətullah, o da bir-birlərlə aralarında istehza edilir ki, Əssəlamu aleykum və rəhmətullah. Vallahi bu bəladır. Sən bilsən o nə deməkdir? Əssəlamu aleykum, Allahın sənə salamatlığı olsun. Və rəhmətullah, Allahın sənə rəhməti olsun. Və barakatuhu, Allahın sənə bərəkəti olsun. Mən sənə bundan da böyük bir xeyir istəyə bilmərəm. Ona görə bu zikir evə bərəkəti cəlb eləyir. Evə xeyri cəlb eləyir. Evin xoşbəxtçiliyidir. Məsələn, adam var evə girəndə, məsələn, ailəsi ilə kobud sözlə, nalayiq sözlə, təhqiramiz. Evə daxil olanda ev əhli ailə necə deyirlər, getməyə yer axtarırlar. Çünki çox sərt, çox kobud. Elə lazım deyil. Muhammed sallallahu aleyhi ve sellem nə deyir?
Deyir ki, xayrukum li əhli. Sizin ən yaxşınız, ən xeyirliniz, ən adiliniz, ədalətliniz ailəsinə ən xeyirli olandır. Sonra deyir ki, və ənə xayrukum li əhli. Mən də sizin içinizdə, ey müsəlmanlar, ailəsinə ən yaxşı davrananam. Hətta bir dəfə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm döyüşlərdən birində gedir, möminlərin anası Ayşə də onunla bir yerdəydi. Bilirsiniz, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bir neçə həyat yoldaşı olub. O qədər təvazukar idi. Baxmayaraq ki, ümmətin rəisi idi. Ümmətin alimi idi. Bütün işləri Allahın izni ilə ümmət üçün Muhammed sallallahu aleyhi və səlləm görürdü. Amma ona baxmayaraq, ailə ilə əylənməyi, onlarla oynamağı, onları sevindirməyə kənara qoymazdı. Bir gün döyüşlərdən birində deyir ki, təqaddəmu, hamınız gedin öndə. Orduyadır ki, siz öndə gedin. Mən də anamız Ayşə ilə yarışacam. Və bir rivayətdə gəlir ki, yarışırlar. Peyğəmbər sallallahu aleyhi ve sellem kök idi, Ayşə anamız onu keçir. Növbəti ildə yenədir ki, siz qabaqda gedin. Mən anamızla yarışacam. Çünki Peyğəmbərin yoldaşları möminlərin anasıdır. Allah Teala buyurur ki, Ən-Nəbiyyü, Peyğəmbər əvlə bil mu'mininə min ənfusihim və əzvacuhu umməhatuhum. Peyğəmbər möminlərə öz nəfslərindən daha yaxındır və onun həyat yoldaşları möminlərin analarıdır. Növbəti döyüşdə yenədir ki, siz gedin qabaqda, anamızla yarışacam. Qaçırlar, Peyğəmbər sallallahu aleyhi ve sellem qalib gəlir. Bu nəyə göstərir? Ailəyə olan mülayimlik, ailəyə olan əxlaq, ailəyə olan ədəb, ailəyə olan diqqətdəndir. Bəzi adamlar məsələn balaca uşağı öpmür. O belə qəribə sayır. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem bir dəfə balaca uşağı öpür. Bir nəfər deyir ki, siz uşaqları öpürsünüz. Qəribə gəlmişdi ona. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, əlbəttə biz onları öpürük. Odur ki, biz uşaqları öpmürük. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah sənin qəlbindən rəhməti götürübsə, biz sənin üçün neyiniyək? Ki versən, hamısı dindəndir. Əlhamdülillah bizim dinimiz İslam ən əzəmətli dindir, ən gözəl dindir, ən ali din. Ola bilər, dəyərli qonaqlar, ağsaqqallar, Allah hamımızdan razı olsun. Ola bilər kimsə hansısa bir dindar, dinə ziyan verə bilər, özün yaxşı aparmaya bilər, əxlaqında, ədəbində ciddi naqisliklər ola bilər. Amma din təmizdir. Necə məsələn, biz demirik ki, insanlar hamısı eyni səviyyədədir. Yox. İmanı güclü olan var, imanı zəif olan var, imanı orta olan var. Lakin İslam dini daim ucadır. Çünki Allah Teala buyurur ki, İnnə dinə indəllahil İslam. Allahın qatında keçərli din İslam dinidir. Allah qatında keçərli olan din naqis də ola bilməz. Ola bilər, özünü İslama nisbət eləyən, mənsub eləyən kimdəsə naqislik olsun, amma İslam ucadır. Allah hamımızı həqiqi müsəlmanlardan etsin. Allahdan istəyirəm ki, Allah Teala bütün subaylara, qızlara və oğlanlara xeyirli, bərəkətli, halalların cəm olduğu, haramların uzaqlaşdırıldığı evliliyi nəsib etsin. Onların atalarını, analarını sevindirsin. Onlara xeyirli evlatlar nəsib etsin. Həmçinin fürsətdən istifadə edib Allaha dua edirəm ki, Allah Teala bizim ölkəmizi qorusun. Allah bizim əmin-amanlığımızı qorusun. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin. Xüsusən də bizim xeyirli, bərəkətli siyəzənimizin şəhidlərinə rəhm eləsin. Onların valideynlərinə səbir versin. Allah Teala onların dərəcələrini qaldırsın. Allah Teala bizim ölkəmizin üzərində bir də qara bulutlar əstirməsin. Allah Teala ölkəmizin daim xeyirlərini artırsın. Kim bizim ölkəmizə şər istəyirsə, məkirli niyyəti varsa, Allah Teala onların onun qəlbində qoysun. Allah Teala bizim rəhbərimizi qorusun. Ona daim düzgün qərarlar verməkdə yardım etsin. Düşmənin qarşısında izzətləndirsin Allah Teala onu. Bütün xeyirlər hamısı Allahdandır. Naqisliklər, xətalar hamısı bizim elmimizin azlığından, həmçinin şeytanın bizə olan müdaxiləsindəndir. Aqulu mə səmiytum və əstəğfirullaha li və ləkum və lisəl muslimin min kulli zəm fəstəğfiruhu innəhu huvəl qafurur rahim. Allah razı olsun.